Salam əziz şagirdlər, dəyərli abituriyentlər. Bugündən etibarən inşallah Allahın izni ilə fizikadan mövzularımıza aid düsturları və onlara aid nümunə misalların paylaşmasını düşünürəm. Ümumiyyətcə başda bunu qeyd edeyim ki, YouTube kanalımıza abunə olmağı unutmayın və paylaşın ki, hər kəs bundan faydalana bilsin. Canlı və onlayn dərslərimizə qoşulmaq üçün yuxarı sağ köşədəki nömrələrlə əlaqə saxlaya bilərsiniz. Nömrələrin WhatsAppları işləyir. Birinci başlayaq biz mexaniki hərəkət, yol yer dəyişmədən. Ümumiyyətcə mexaniki hərəkət nədir? Cisimlərin fəzada başqa cisimlərə nəzərən vəziyyətini dəyişməsinə mexaniki hərəkət deyilir. Mexaniki hərəkətin 3 dənə növü var. İrəliləmə hərəkəti, fırlanma hərəkəti və rəqs hərəkəti. Maddi nöqtə anlayışından danışacaq. Maddi nöqtə nədir? Verilmiş şəraitdə ölçüləri nəzərə alınmayacaq dərəcədə kiçik olan cisimə maddi nöqtə deyilir. Məsələn, tutaq ki, biz havada uçan təyyarəyə bir maddi nöqtə kimi baxa bilərik. Çünki bizdən təyyarəyə qədər olan məsafə təyyarənin ölçülərinin dəfələrlə böyükdür. Amma təyyarənin yanında dayansaq, ona maddi nöqtə kimi baxa bilmərik. Yəni, maddi nöqtə tərifi olaraq sual kimi bizə düşsə ki, hansı cismə maddi nöqtə kimi baxmaq olar? Biz baxacaq şəraitə. Əgər şəraitdə, verilmiş şəraitdə ölçüsü çox kiçikdirsə, maddi nöqtə kimi baxa bilərsiniz. Ölçüsü kiçik deyilsə, maddi nöqtə kimi baxmaq olmaz. Keçək yol yer dəyişmə məsələsinə. Deməli, cismin hərəkəti zamanı, yəni maddi nöqtənin hərəkəti zamanı cızdığı xəyali xəttə trayektoriya deyilir. Məsələn, tutaq ki, cisim A nöqtəsindən hərəkətə başlayıb B nöqtəsinə gələ bilər. Artıq bu cismin hərəkəti zamanı müəyyən xətt cızdı və yaxud da A nöqtəsindən B nöqtəsinə düz xətt boyunca da gələ bilər. Artıq bu olacaq bizdən ötürü trayektoriya. Yəni, trayektoriyanın formasına baxası olsaq, trayektoriyanın formasına görə hərəkət 2 növə ayrılacaq. 1. Əyri xətli, 2. Düz xətli. Trayektoriyamız düz xətdirsə, düz xətli hərəkət, əyri xətdirsə, əyri xətli hərəkət adlanacaq. Yəni, düz xətli bərabər sürətli, düz xətli dəyişən sürətli hərəkət sözündə bizim üçün düz xətli sözü hərəkətin növünü yox, trayektoriyanın növünü bildirir. Yəni, düz xətli bərabər sürətli. Yəni, cismin trayektoriyası düz xətt olmuşdur və bərabər sürətli hərəkət edilmişdir. Bu olacaq bizdən ötürü hərəkətimizin növləri. İndi trayektoriyanın uzunluğuna gedilən yol deyilir. Trayektoriyanın uzunluğuna gedilən yol deyilir. Yol el hərfi ilə işarə olunur, S-dən də işarə edə bilərik. Yol vahidi olaraq 1 metr qəbul olunmuşdur. Beynəlxalq vahidlər sistemində 1 metr əsas vahiddir. 7 əsas vahidimiz var fizikada, birincisi 1 metr. Metrdən başqa məsafə vahidləri varmı? Var. Kilometr var, santimetr var, desimetr var, millimetr var və s. Bu oldu bizdən ötürü gedilən yol. Gedilən yol skalyar kəmiyyətdir, yalnız ədədi qiyməti mövcuddur. Gedilən yol azala bilməz, gedilən yol həmişə artır, gedilən yol müsbətdir, mənfi ola bilməz. Hərəkətin başlanğıcı ilə onun sonunu birləşdirən istiqamətlənmiş düz xətt parçasına yer dəyişmə deyilir. Yer dəyişmə S hərfi ilə işarə olunur və yer dəyişmə də məsafə olduğu üçün onun vahidi 1 metrdir. Yer dəyişmə vektorial kəmiyyətdir, yəni istiqamətə malikdir. Yer dəyişmə 0 ola bilər, yəni cisim A nöqtəsindən B nöqtəsinə gələr, yenidən qayıdar A nöqtəsinə. O zaman cisim yerini dəyişmiş sayılmır, ona görə də yer dəyişmə 0 qəbul olunur. Vektorial kəmiyyətdir. İndi yer dəyişmə düz xətt parçası olmuş şagirdlər. Ona görə də deyəcəyik ki, yol yer dəyişmədən, yolla yer dəyişməni müqayisə edəcək olsaq, yol yer dəyişmədən həmişə böyükdür və yaxud da ona bərabərdir. Düz xətli hərəkətdə cisim istiqamətini dəyişməzsə, düz xətli hərəkətdə cisim istiqamətini dəyişməzsə, o zaman yol yer dəyişməyə bərabərdir. Amma istənilən cür əyri xətli hərəkətdə yol yer dəyişmədən böyükdür. Düz xətli hərəkətdə də cisim əgər istiqamətini dəyişibsə, onda yol yer dəyişmədən böyük olacaq. Məsələn, buna aid bir məsələ deyək, sadə bir məsələ deyək. Yol yer dəyişmə hesablanması ilə bağlı. Toplumun içərisində də var bu sual. A nöqtəsindən tutaq ki, cisim B nöqtəsinə yarım çevrə boyunca gəlmişdir. B nöqtəsi yarım çevrə boyunca gəlmişdir.
Bu zaman cismin getdiyi yolun yer dəyişməyə nisbətini tapın. Deməli, şagirdlər, cismin getdiyi yol yarım çevrədir. Çevrənin ümumi uzunluğu 2 piyerdir. Amma biz onun yarısını getmişik. Onda bizim getdiyimiz yol çevrənin uzunluğunun yarısıdır. Yəni 2 piyerin yarısı olacaq bizdən ötürü piyer. İndi yer dəyişməyə baxaq. Yer dəyişmə hərəkətin başlanğıcı ilə sonunu birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Bura artıq bizdən ötürü yer dəyişmədir. Yer dəyişmə isə çevrəni yarıya bölən vətərdir. Çevrəni yarıya bölən vətər diametrə bərabərdir. Yer dəyişməmizin qiyməti oldu 2R. Bizdən yer dəyişmənin, daha doğrusu yolun yer dəyişməyə nisbətini istəyirdi. Piyer bölünsün 2R. Cavabımız olacaq pi böl 2. Yəni gedilən yol atdığımız addımların hamısıdır. Yer dəyişmə isə başlanğıcla son arasındakı ən qısa məsafədir. Bunu uzatmaq istəmirəm şagirdlər. Burada sadəcə xatırladıcı məqamlar ki, şagirdlər bunu xatırlasın, həm də təkrarda bundan istifadə edə bilək. Biz yol üçün dedik skalyar kəmiyyətdir, yer dəyişmə üçün dedik vektorial kəmiyyətdir. Ona görə yer dəyişmənin üzərinə ox işarəsi qoyacaq. Demək ki, bizim fiziki kəmiyyətlərimiz nə edəcək? 2 qrupa ayrılacaq. Birinci olacaq skalyar kəmiyyətlər. Skalyar kəmiyyətlər. İkinci olacaq vektorial kəmiyyətlər. Deməli, bir skalyar kəmiyyətlər nəyə deyilir? Yalnız ədədi qiyməti ilə xarakterizə olunan kəmiyyətlərə skalyar kəmiyyətlər deyilir. Məsələn, skalyar kəmiyyətlərə biz nəyə misal göstərə bilərik? Kütləni misal göstərə bilərik, sıxlığı, həcmi, zamanı və s. misal göstərə bilərik. Yəni, kütlənin, məsələn, ta ki, getmişik hər hansı bir kartof almağa, deyirik ki, bizə 1 kiloqram kartof çək. Yəni, artıq 1 kiloqramın yanında hər hansı bir istiqamətimiz yoxdur. Və yaxud da, məsələn, dərsimiz neçə dəqiqə davam eləyəcək? 40 dəqiqə davam eləyəcək. Artıq burada konkret zamanın ədədi qiyməti var, istiqamət yoxdur. Gəlir ikinci vektorial kəmiyyətlərə. Vektorial kəmiyyətlərimiz nələrdir? Həm ədədi, həm də istiqaməti ilə xarakterizə olunan kəmiyyətlərə vektorial kəmiyyətlər deyilir. Nə deyə bilərik? Yer dəyişmə, sürət, təcil, qüvvə və s. Bunlar isə vektorial kəmiyyətlər. Yəni, həm ədədi qiymətləri var, həm istiqamətləri mövcuddur. Məsələn, yer dəyişmə. Yerimi hara dəyişdim? Evdən məktəbə gəldim və yaxud da evdən hazırlığa getdim. Yəni, artıq istiqamətimiz var. Gediriksə, hərəkət miqdarımız var, məsafəmiz var, ədədi qiymət var, həm də istiqamətimiz var. Məsələn, tutaq ki, hərəkət edirik, sürətə malikik, bizdən kimsə soruşur, hara gedirsən, deyirik ki, evə gedirəm. Artıq istiqamət bəllidir. Ona görə də vektorial kəmiyyətlərdə həm ədədi qiymət, həm də istiqamət mövcuddur. İndi vektorial kəmiyyətlərdən bizə proyeksiya anlayışı var. Proyeksiya nədir? Lori dildə desək, kölgə deməkdir. Məsələn, tutaq ki, D-kart koordinat sistemi çəkəsi olsaq, məsələn, Y-X koordinat sistemi çəkəsi olsaq, belə bir koordinat sistemi çəkirik. Məsələn, tutaq ki, bizim vektorumuz, S vektorumuz bu şəkildə olsun. S vektorunun artıq həm X, həm də Y ox üzərində kölgələri mövcuddur. Vektorun başlanğıcından və sonundan verilmiş oxlara perpendikulyarlar çəkirik. Başlanğıcın koordinatı başlanğıc olur. X0 deyirik. Bura X-dir. Bu olacaq X. Başlanğıc vektorumuz, proyeksiyamızın koordinatı olacaq Y0, son olacaq Y. İndi vektorun proyeksiyası necə tapılır? Vektorun proyeksiyası artıq bizim X vektorunun proyeksiyası, bax, X0 ilə X-in arasındakı məsafədir. Yəni, bizim SX proyeksiyamız, baba, buradakı kölgədir. Artıq bizim SX-imiz bərabər olacaq son koordinat çıxılsın başlanğıc koordinat. Yəni, vektorun proyeksiyasını tapmaq istəyiriksə, son koordinatdan başlanğıc koordinatı çıxmamız lazımdır. Gəlin SY-ə baxaq. SY-imiz isə SY bərabərdir. Yazacaq Y minus Y0. İndi biz burada belə bir düzbucaqlı üçbucaq düzəltsək, bura olur bizdən ötürü SX, bura olar SY. Biz S vektorunun modulunu artıq tapa bilərik. S vektorunun modulu bərabər olar kök altında SX-in kvadratı üstə gəlir SY-in kvadratı. Bunu hardan aldıq? Düzbucaqlı üçbucaq üçün katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Oradan artıq biz S vektorunun modulunu almış olduq ki,
Biz buradan bu ifadən belə də yaza bilərik. X minus x0'ın kvadratı üstə gəlinsin y minus y0'ın kvadratı şəklində yaza bilərik. Bu vektorun proyeksiyasının tapılması məsələsidir. İndi bir misal üzərindən göstərək bunu. Vektorun proyeksiyası mənfi də ola bilər, müsbət də ola bilər, sıfır da ola bilər. Nə zaman mənfi, nə zaman müsbət, nə zaman sıfır olacaq. Ona baxaq. Deməli, mən bura belə bir y-x koordinat sistemi çəkirəm. Bura bir s vektoru çəkirik. S vektorunu belə paralel çəkəcəm x oxuna. S vektor. Və ədədi qiymətlər yazacağım. Məsələn, bura yazacağım 2, bura yazacağım 3, bura yazacağım 6. Artıq bizim S vektorunun x oxu üzərindəki proyeksiyası bu olacaq. Sx bərabərdir. Son koordinat çıxılsın başlanğıc. Vektorun sonu bura olduğuna görə son koordinatımız 6'dır. 6 çıxılsın 3, eləyəcək 3. Bu böyükdür 0'dır. Gəlin SY-ə baxaq. SY-imiz isə 2. Başlanğıc da 2'dir, son da 2'dir. Ona görə 2 çıxılsın 2, eləyəcək 0. İndi burada diqqət eləyəsi olsaq, bizim vektorumuz y oxuna perpendikulyardır. Demək ki, vektor oxa perpendikulyardırsa, vektorun proyeksiyası həmən ox üzərindəki proyeksiyası 0'a bərabərdir. Vektorumuz x oxu istiqamətindədir. Əgər vektor ox istiqamətindədirsə, onda onun proyeksiyası müsbətdir. İndi eyni vektoru bu şəkildə çəkirik. Yx vektorun istiqamətini bu şəkildə qoyuyor. Məsələn, bura qoyaq 3, bura qoyaq 6. Burada yenə 2. İndi gəlin hesablayaq. Onda bizim sx-imiz bərabər olacaq. 3 çıx 6. O da eləyəcək mənfi 3. Bu isə kiçikdir 0'dır. Sy-imiz isə yenə də 2 çıx 2 0'dır. İndi bizim vektorumuz y oxunun x oxunun əksinə yönəldi. Demək ki, onun x oxu üzərindəki proyeksiyası mənfi oldu. Y oxu üzərindəki proyeksiyası isə 0'a bərabərdir. Çünki o yenə də y oxuna perpendikulyar yönəlmişdir. Belə bir qayda çıxarda bilərik ki, əgər vektor oxa perpendikulyardırsa, proyeksiyası 0, ox istiqamətindədirsə proyeksiyası müsbət, oxun əksinədirsə proyeksiyası mənfidir. Yəni x oxu istiqamətində, x oxunun əksi istiqamətində hərəkətlərdə biz baxacağıq sürət vektoruna. Əgər bizim sürət vektorumuz ox istiqamətindədirsə, deyəcək hərəkət x oxu istiqamətində, oxun əksinədirsə, deyəcək ki, hərəkət oxun əksinədir. Belə. İndi vektorların toplanması və çıxılması prosesi var. Vektorların toplanması deməli üçbucaq qaydası ilə və parallelogram qaydası ilə təyin oluna bilər. Birinci üçbucaq qaydasına baxaq. Bu vektorların toplanması əvəzləyici qüvvədə bizim qarşımıza daha çox çıxacaq. Məsələn, tutaq ki, A vektorudur. Hər hansısa bir A vektorudur. Bir dənə də hər hansısa bir B vektorumuz var. Bir dənə də belə bir B vektorumuz var. Mən indi elə bir vektor axtarıram ki, həmin vektor A və B vektorlarının cəmi olsun. Yəni C vektoru deyək. Üçbucaq qaydasında nə edirik? Vektorlardan birinin başlanğıcını digərinin sonuna paralel köçürdürük. Yəni, eyni vektoru, A vektorunu köçürürəm bura paralel. Bu şəkildə. Modulunu və istiqamətini dəyişmədən. Bu olur A vektoru. İndi bizim birinci vektorun başlanğıcı ilə ikinci vektorun sonunu birləşdirən vektor olur bizdən ötürü cəm vektor. Artıq bu olacaq C vektoru ki, o C vektoru A və B vektorlarının cəminə bərabərdir. Bu üçbucaq qaydasıdır. İndi keçirik parallelogram qaydasına. İkinci parallelogram. Qaydası. Parallelogram qaydasında isə vektorları bir nöqtədən çıxardacağıq. Bax, eyni vektorlardır. Eyni vektorları çəkəcəm bura. Vektorlarımız bir nöqtədən çıxacaq. Məsələn, bu B vektorumuzdur. Bu A vektorumuzdur. Vektorlar bir nöqtədən çıxdı. Həmən vektorlar üzərində parallelogram qururam. Bu paralleogramın o vektorların arasından çıxan diagonalı verəcək bizə cəm vektoru. Artıq bu C vektoru bizdən ötürü A plus B vektoruna bərabərdir.
Vektorların istiqaməti var deyə birbaşa ədədi qiymətlərindən istifadə edə bilmirik. İndi məsələn buna aid sual necə düşə bilər bizə imtahanda? Yəni əvəzləyici qüvvədən çox qarşımıza çıxacaq. Məsələn bizə belə bir sual verəcək. Belə bir sual verəcək. Məsələn bir dənə F vektoru verəcək. Buna F1 vektoru deyirəm, 6 Newton. Məsələn tutaq ki buna F2 vektoru deyirəm. F2 vektorumuz olsun 7 Newton. Buna da F3 vektoru deyirəm. O da olsun bizdən ötürü, məsələn, tutaq ki, 16 Newton. İndi bizə deyir ki, bu iki vektorun, bu üç vektorun cəmini tapın. Məsələn, tutaq ki, əvəzləyici qüvvəni istəyəcək bizdən. Əvəzləyici qüvvəmiz qüvvələrin vektoru cəmidir. F3. Deyəcək, bu cəmi tapın. İndi gətirib biz birbaşa ədədi qiymətləri yerinə yazsaq, doğru olmayacaq. İndi mən baxıram üçbucaq qaydasına. Baxıram ki, F1 vektorunun sonuna F2 vektorunun başlanğıcını söküyüb. Demək ki, F1 vektorunun başlanğıcı ilə F2'nin sonunu birləşdirən bunların ikisinin cəmidir. Yəni F1 plus F2 məndən ötürü elə nəyə bərabər imiş? F3'ə. Onda alacağıq F3 üstə gəlinsin F3. Bu da eləyər bizdən ötürü 2 dənə F3. Artıq F3 vektorumuz 16 olduğuna görə cavabımız olacaq 32 Newton. Və sana bax, bu üçbucaq qaydasından bu şəkildə istifadə edərək əvəzləyici qüvvənin vektorların cəmlənməsini yaza bilərik. Amma gətirib yerinə yazsaydıq, 6 üstə gəlir 7, 13, 13'ün üstünə 16 gəlsəydik 29 eləyərdi. Biz 29 yazdıq, amma cavabımız 32'dir. Ona görə burada 29 alındı ki, biz istiqaməti nəzərə almadıq. Amma üçbucaq qaydasını istifadə edəndə həm istiqaməti nəzərə almış oluruq, həm də ədədi qiyməti nəzərə almış oluruq. Bu da bizim vektorlarla bağlı ifadəmiz. İndi keçəyin, çox uzatmaq istəmirəm bu vektorlar məsələsini, vaxtımız çox getməsin. Keçəyin düz xətli, bərabər sürətli hərəkətə. Əvvəlcə zaman anlayışından danışaq. Zaman nədir? Hərəkətin davam etmə müddətinə zaman deyilir. Zaman kiçik T hərfi ilə işarə olunur. Zaman vahidi olaraq 1 saniyə qəbul olunmuşdur. 1 saniyə də beynəlxalq vahidlər sistemində əsas vahiddir. Artıq biz burada 7 əsas vahiddən 2 dənəsini öyrəndik. Biri oldu metr məsafə, digəri oldu zaman. Zaman da kiçik T hərfi ilə işarə oldu. İndi bizdən ötürü cismin sürəti anlayışı var. Sürət anlayışı nədir? Sürət anlayışı yer dəyişmənin həmin dəyişməyə sərf olunan zamana nisbətinə cismin sürəti deyilir və V hərfi ilə işarə olunur. Sürət vektorial kəmiyyətdir. S bölünsün T düsturu ilə hesablanır. Sürət vahidi olaraq artıq biz 1 metr bölünsün saniyə qəbul edəcəyik. Metr bölünsün saniyə artıq biz əsas vahid deyəmərik. Metr bölünsün saniyə əsas vahidlərlə ifadəsidir sürətin. Gedilən yoluna baxası olsaq, gedilən yolda sürətin modulunu təyin edə bilirik. Sürətin modulu gedilən yolun zamana nisbətidir. V bərabərdir L bölünsün T. Yəni yolu zamana böləndə sadəcə biz sürətin modulunu tapa bilərik. Yəni ədədi qiymətini tapa bilərik, istiqamətini tapa bilərik. Amma yer dəyişmən zamana nisbətində sürətin həm istiqamətini, həm ədədi qiymətini tapa bilərik. Bu düstura biz tərif verə bilərik. Necə tərif verə bilərik? Yer dəyişmən zamana nisbətində sürət deyilir. Yer dəyişmənin dəyişmə yeyinliyinə sürət deyilir. Vahid zamandakı yer dəyişməyə sürət deyilir. Bu şəkildə ifadə edə bilərik. Məsələn, bizim sürətimiz, daha doğrusu zamanımız 1 saniyə. Birinci saniyədə cisim birinci saniyə deyək. Birinci saniyədə tutaq ki, cisim gedib 5 metr yol. T bərabərdir, ikinci saniyədə də cisim 5 metr yol gedir. T bərabərdir, üçüncü saniyədə də cisim 5 metr yol gedir. Demək ki, zamanlar bərabər olduqca yollar da bərabər olur. Ona görə deyirik ki, bərabər zaman fasilələrində bərabər yer dəyişmələr icra edən cismin hərəkətinə düz xətli bərabər sürətli hərəkət deyilir. Trayektoriyanı düz xət qəbul edəsək. Düz xətli bərabər sürətli hərəkətdə bizim sürətimiz qiymət və istiqamətcə dəyişmir. Yəni bütün hallarda sürəti 5 metr bölünsün saniyə alacaq. Sürətimiz sabitdir. Qiymət və istiqamətcə. Ona görə də biz sürətin zamandan asıllıq qrafikini çəkəsi olsaq, modulun zamandan asıllıq qrafikini çəkəsi olsaq, sürətimizin zamandan asıllıq qrafiki müsbət sabitdir. Yəni cismin hərəkətinin istiqamətini təyin elədi kim? Sürət.
Yəni sürət hansı istiqamətdədirsə, cismin hərəkət istiqaməti o istiqamətdədir. Ona görə də sürətdə vektorial kəmiyyətdir, demək ki, proyeksiyası var. Sürətin proyeksiyasına baxası olsaq, x oxu üzərindəki sürətin proyeksiyası Vx bərabər olacaq Sx bölünsün T. Y oxu üzərindəki proyeksiyası isə Vy bərabərdir Sy bölünsün T düsturu ilə hesablanacaq. Bu sürətin proyeksiyalarıdır. X oxu üzərindəki proyeksiyası bu, Y oxu üzərindəki proyeksiyası da bu. Bunlar oldu bizim sürət qrafiklərimiz, sürət düsturlarımız. İndi artıq bizim sürətimizin proyeksiyası, məsələn, x ox üzərindəki proyeksiyası müsbətdirsə, hərəkət ox istiqamətindədir. Hərəkət ox istiqamətdədir. Əgər sürətimizin proyeksiyası mənfidirsə, deyəcəyik ki, hərəkət oxun əksinədir. Deməli, burada belə bir məsələmiz var şagirdlər. Əgər hərəkət oxun əksinədirsə, sürətin proyeksiyası mənfidir. Və yaxud da sürətin proyeksiyası mənfidirsə, hərəkət oxun əksinədir. Ona görə də biz sürətin zamandan asıllıq qrafikini proyeksiya olaraq dəyərləndirsək, sadəcə x oxu üzərindəkini götürürəm, y-də eyni qayda ilə. Əgər sürətimiz müsbətdirsə, biz bunu müsbət sabit çəkəcəyik bərabər sürətlə hərəkətdə. Müsbət sabit Vx böyükdür 0. Mənfidirsə, mənfi sabit çəkəcəyik Vx-imiz kiçikdir 0. Məsələn, bu sürətin zamandan asıllıq qrafikidir bərabər sürətli hərəkətimizdə. Yəni, bərabər sürətli hərəkətdə sürət zaman keçdikcə dəyişmir, qiyməti sabit qalır. Burada koordinat tənliyinə baxası olsaq, yəni mexanikanın əsas məsələsinə baxası olsaq, Sx-in yerinə biz nə yaza bilərik? Sx bərabərdir x minus x0 yazarıq. Sy-in də yerinə y minus y0 yazarıq. Bunlara aid məsələdə deyəcəm sizə. Deməli, şagirdlər, burada biz Sx-in qiymətini gətirib sürətin tənliyini yerinə yazsaq, Vx üçün belə bir ifadə alarıq. Vx bərabərdir x minus x0 bölünsün T. Ve y bərabərdir y minus y0 bölünsün T. Biraz səliqəli yazaq. Y çıxılsın y0 bölünsün T. Bu artıq olur sürətin koordinatla əlaqəli ifadəsi. Buradan son koordinatı təyin eləyəsi olsaq, son koordinatımızın düsturu x bərabərdir x0 üstə gəlinsin Vx ifadəsini alarıq ki, bu ifadəyə biz deyirik mexanikanın əsas məsələsi. Nə deyirik? Mexanikanın əsas məsələsi. Çünki mexanikanın əsas məsələsi verilmiş zaman anında cismin hansı koordinatda olduğunu tapma məsələsinə deyilir. İndi biz x-in tənliyinə baxası olsaq, x-imizin tənliyində t-nin qarşısındakı sürətdir. Demək ki, biz hərəkətin istiqamətinə baxanda, sürət axtaranda həmişə t-nin qarşısındakı ifadəyə baxacaq. Bu olacaq koordinatın zamandan asıllıq tənliyi. Biz yer dəyişmənin tənliyini yazası olsaq, yer dəyişmənin tənliyini yazım kənardan. Sx bərabərdir Vx vurulsun T ifadəsini alarıq. Yəni bizim Sx-imiz də T ilə düz mütənasib asılı olur. X-imiz də T ilə düz mütənasib asılı olur. Artıq burada qrafikləri qeyd eləsək, bizim qrafiklərimiz bu şəkildə olacaq. Öncə gəlin X-in, Sx-in qrafiklərini quraq. Sx-in T'dən asıllıq qrafikimiz olacaq bu şəkildə. Koordinat başlanğıcdan başlayacaq. Bu şəkildə artan düz xətt, yəni xəttdə asıllıq. Burada Vx böyükdür 0, yəni x oxu istiqamətində bərabər sürətlə hərəkət. Burada isə x oxunun əks istiqamətində bərabər sürətlə hərəkət Vx-imiz kiçikdir 0-dır. Növbəti qrafikə baxası olsaq, koordinatın qrafikinə baxası olsaq, koordinatımızın qrafiki də eyni şəkildədir. Koordinatın zamandan asıllıq qrafikində isə qrafiklərimiz fərqli olacaq. Artıq bizim başlanğıc koordinatımız var. Yəni müəyyən koordinatdan başlayacaq hərəkətə. Qrafikimiz olacaq bu istiqamətdə, bu şəkildə və qrafikimiz olacaq bu şəkildə. Sonra yenə bizim x0-ımız bu səfər mənfi olarsa kiçikdir 0. Burada isə böyükdür 0. Yenə də qrafikimiz olacaq bu şəkildə, yəni birinci, üçüncü rübdən keçən qrafik olacaq, ikinci, dördüncü rübdən keçən qrafik. Qrafikimizin bu hissəsində sürətimiz müsbətdir, yəni hərəkət x oxu istiqamətindədir. Burada hərəkət x oxunun əksinədir. Burada yenə də hərəkət x oxu istiqamətindədir. Burada hərəkət x oxunun əksinədir.
İndi biz baxdıq ki, sürətin və koordinatın və yer dəyişmənin zamandan asılı qrafik oldu düz xətt. Artıq buradan biz bilməliyik ki, s(x)in t-dən, x(in t-dən asılılıq qrafikimiz düz xətdirsə, hərəkət bərabər sürətli hərəkətdir. Tənlik olaraq da baxırıq. Tənlik olaraq da əgər x-in və yaxud da s(x)in zamandan asılılıq tənliyində tənliyin t-nin birinci dərəcəsi iştirak edir. T-nin birinci dərəcəsi iştirak edirsə, artıq bu düz xətli bərabər sürətli hərəkətə aiddir. Bu belə. İndi burada bəzi şeyləri deyək, ondan sonra yekunlaşdıraq. Deməli, bizə tutaq ki, koordinatın zamandan asılılıq qrafiki verilmişdir. X-in t-dən asılılıq qrafiki verilmişdir. Məsələn, bu şəkildə verib qrafikimiz. Tutaq ki, bura 6 verib. Bura məsələn 12 verib. Burada verib, məsələn, tutaq ki, 3. Deyir ki, 3-cü saniyənin sonunda cismin sürətini tapın. Artıq bizə koordinat verildiyinə görə bu məsələdir. Bizə koordinat verildiyinə görə mən artıq sürətin hansı tənliyindən istifadə edəcəm? Vx bərabərdir. X minus x0 bölünsün t. Diqqət elədiksə, qrafikimizin başlandığı yer x0'dır. Bizim x0'mız neçədir? 6'dır. Son koordinatımız isə neçədir? 12'dir. Yazırıq. 12 çıxılsın 6 bölünsün 3. O da edir 6 bölünsün 3. Aldıq. 2 metr bölünsün saniyə. Bu isə bizdən ötürü sürətimizin 2 metr bölünsün saniyə olub və sabit olduğunu bildirir. Məsələn, bizdən sürətin zamandan asılılıq qrafikini istəsə bu məsələ üçün, desə ki, sürətin zamandan asılılıq qrafikini çəkin. Artıq biz Vx-in t-dən asılılıq qrafikini bu şəkildə çəkəcəyik. Sürətimizi sabit götürəcəyik və qiymətdə 2 olacaq. Bax, belə. Bu, koordinatın zamandan asılılıq qrafiki verilərsə. Yolun zamandan asılılıq tənliyini burada qeyd edirəm. L bərabərdir V vur T. Və yol zamandan gördüyümüz kimi necə asılıdır? Düz mütənasib asılıdır. Və burada bucaq əmsalımız var bizim. Bizim tangens alfamız sürətə bərabərdir. O da L bölünsün T'dir. Baxası olsanız bura L'dir, bura T'dir. Sürət L bölü T qarşıdakı katetin bitişik katetin nisbəti, ona görə tangens alfadır. Yəni bizə yolun zamandan asıllıq qrafikləri verilsə, məsələn, 3 dənə qrafik verildi. Verib 1 qrafiki, verib tutaq ki 2 qrafiki, verib məsələn 3 qrafiki. 3 dənə tutaq ki bizə qrafik verib. Bizdən sürətlər istəyir. Mən nə edəcəm? Baxacam buradakı bucaqlara. Baxıram ki, mənim alfa 1'im alfa 2'dən, o isə alfa 3'dən nədir? Böyükdür. Tangens alfa isə birinci növbədə böyük bucaqda böyük qiymət alır. Ona görə avtomatik bizim V1 V2'dən böyükdür, o da V3'dən böyükdür. Bu müxtəlif yollardır. Amma bizə qrafiki bu şəkildə soruşsa şarjlar. Məsələn, L'in T'dən asıllıq qrafikini bu şəkildə soruşsa bizdən, məsələn, tutaq ki, eyni bir düz mütənasiblik verib və bu düz mütənasibliyin üzərində nöqtələr qeyd edib. 1, 2 və 3 nöqtəsi. Artıq burada üçünün də bucağı eynidir. Bucağı eyni olduğuna görə burada V1 bərabər olacaq V2'yə, o da bərabər olacaq V3'ə. Belə. Bax, bu bizim düz xətli bərabər sürətli hərəkətdə koordinat, yer dəyişmə, qrafiklərimiz və həmin qrafiklərə aid məsələlərin həlli. Tənliklə bağlı ifadə edeyim. Məsələn, tutaq ki, bizə koordinatın tənliyi deyə bilər. X bərabərdir 5 üstə gəlilsin 3D. Və bizdən hərəkətin növünü soruşar. Biz hərəkətin növünü soruşanda T'nin qarşısındakı ədədə baxacaq. Baxırıq ki, T'nin qarşısındakı sürətimiz müsbət 3'dür. Deyəcək ki, cisim X oxu istiqamətində bərabər sürətlə hərəkət edib. Yəni, bu olacaq ox istiqamətdə bərabər sürətli hərəkət. Məsələn, tutaq ki, verib bizə X-i bu şəkildə. X bərabərdir 5 çıxılsın 2T şəklində. Artıq bizim sürətimizin proyeksiyası mənfi 2 metr bölünsün saniyədir. Artıq bu hərəkət olacaq oxun əksinə. Oxun əksinə bərabər sürətli hərəkət. Bunu da deyək ki, koordinat cismin durduğu yerdir, tutduğu yerdir, dayandığı yerdir.
Cisimlərin görüşə bilməsi üçün cisimlər eyni koordinatda olmalıdır. Ona görə də biz cisimlərin koordinatlarını bərabərləşdirəndə oradan cisimlərin nə zaman görüşdüklərini təyin edə bilirik. Yəni, bu x1 bərabərdir x2 ifadəsinə mən deyirəm görüş şərti. Görüş şərti. Hətta bizim x-in t-dən asıllıq qrafikində də fərqi yoxdur. Qrafiklərimiz düz xətt ola bilər. Qrafiklərimiz biri parabola, biri düz xətt ola bilər. Artıq buradakı t zamanı görüş zamanı. Yəni, qrafiklərin kəsişmə nöqtəsi cisimlərin görüş nöqtəsidir. Artıq görüşmə zamanı t zamanıdır. İndi məsələn, tutaq ki, bizə belə bir tənlik verirlər. x1 bərabərdir 4t üstə gəlilsin. Daha doğrusu, çıxılsın 4 yazaq. Asan tənlik olsun. Çıxılsın 4. x2 də bərabərdir. Məsələn, 4 çıxılsın 4t tənliyi. Deyir ki, bu cisimlər neçə saniyə sonra görüşər. Görüşər deyirsə, biz nə edəcəyik? x1 ilə x2-ni bərabərləşdirəcəyik. Yəni, 4t çıxılsın 4 bərabər edəcək 4 çıxılsın 4t-yə. Buradan 8t-miz bərabər olar 8-ə. Onda t-miz bərabər olar 1 saniyəyə. Demək ki, cisimlər 1 saniyə sonra görüşər. Yəni, birinci sualımız belə. Cisimlər neçə saniyə sonra görüşər? 1 saniyə sonra görüşər. İkinci sualımız belədir. Cisimlər hansı koordinatda görüşər? Hansı koordinatda görüşər deyirsə, zamanı tapdığımız qiyməti tənliyin istənilən birində yerinə yazarıq. Məsələn, x1-də yerinə yazaq. 4 vur 1 çıxılsın 4 eləyəcək 0. Demək ki, bu cisimlər 0 koordinatında görüşər. Yəni, koordinat başlanğıcında görüşər. Üçüncü sualımızı belə verə bilər ki, cisimlər, məsələn, ikinci cisim görüşənə qədər nə qədər yol gedər? İkinci cisimin getdiyi yol 4t-dir. Yoldan soruşur deyə mən onu mənfi götürə bilmərəm və 4 vurulsun 1 eləyəcək 4 metr. Yəni, ikinci cisim görüşənə qədər 4 metr yol gedər. Cisimlər 1 saniyə sonra görüşər və cisimlər koordinat başlanğıcında görüşər. Bax, 3 dənə sualın cavabı bir dənə məsələnin içindən çıxa bilər. Məsələn, bu tipli sualı bizə situasiya tipli sual olaraq verə bilərlər. Bu qədər şagirdlər. Kanalımıza abunə olmağı unutmayın. Bizlə əlaqə saxlamaq üçün nömrələrimizi qeyd eləmişik. Həmin nömrələrlə əlaqə saxlayın. Videolarımızın davamı gələcək. Sağ olun, diqqətinizə görə təşəkkür edirəm.